Kardeşler, ilk önce Muhammed Mustafa sallallahu aleyhi ve sellem Efendimizin mübarek nice Allah fakir ve tayyibelerine, ağırlığına, eshabına, ehl-i beytine, bütün neşer, zenginliklerine, salavat cennet. Bir cümle geçmişlerimizin ruhuna şad olması için, hayırların fethi, şerlerin defi, sohbetimizin feyzi bereket için, dinimizin, imanımızın, milletimizin, memleketimizin selamet için, xəstələrin şifası, dərdlərin dəvası, borçlarının razı üçün. Zəngəzur koridorunun açaraq Turan məhkurasının gerçəkləşməsi üçün və xüsusən Allah rızası üçün bir Fatihə-i Şərifə, 3 qul vallahu oxuyaq. Lillahi Teala Fatiha. Biraz yaxın səliqəli oturaq inşallah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn amma ba'd. Çox qiymətli qardaşlar, Quran və sünnət iqlimindən cahana əks edən ən gözəl miras kitabından davam edirik. Muhterem ustadımızın Efendimizin namazı, Resulullah sallallahu aleyhi ve sellem Efendimizin namazı, səhabənin müşahidəsi. Deyir ki, Abdullah bin Şihir radiyallahu anh Peyğəmbər Efendimizin namazdakı halını, huşusunu belə anlatmaqdadır. Bir kərəsində Resulullah sallallahu aleyhi ve sellem Efendimizin yanına getmişdim. Namaz qılır və ağlamaqdan dolayı göğsündən, yəni sinəsindən qaynayan qazan səsi kimi səslər gəlir. Yəni qazan qaynayanda fokur səs gəlir. O şəkildə Resulullah sallallahu aleyhi ve sellemin göğsündən səs gəlir. Rəva Əbu Davud və Nəsai. Bir savaşda Həzrət Əli radiyallahu anh'ın baldırına ox saplanmış, girmiş və verdiyi böyük izdirabdan, ağrıdan dolayı da çıxara bilməmişdilər. Bunun üzərinə dərhal namaza durdu. Oxu çıxartdılar, salam verdikdən sonra nə etdiniz deyə soruşdu. Namazdakı dərin xuşusu sayəsində oxun çıxarıldığının fərqinə belə varmamışdı. İndi bu hal, yəni həmən namazda, Həzrət Əli Əfəndimizin namazdakı o xuşusunu voleybol oynayarkən və ya futbol oynayarkən yəni əksər insanların başına gəlir. Ya top əvəzindən təpiyi ayağına qoyur, sümüyü qırılır, fərqinə varmır. Oyun qutarandan sonra görür, kötük boyda olub ayaq. Oyunu o qədər xuşuyla bağlanır ki, o anda hissləmir. Və yaxud da setkaya, bloka qalxır, hoplanır, top şey deyir, iki tərəfdə qalxıb da. Düşəndə o birisi ayağın üstünə düşür, ayağını sındırır. Ayağını sındırır, fərqinə varmır. Oyun qutarandan sonra görür ki, ayaq şibinə boyda olub. Gedir zənginə saldırır, sənin ayağın qırılır. Amma oyun əsnasında onu hissləmir. Yəni, o oyuna xuşuyla bağlandığı üçün, yəni oyuna daldığı üçün, ruh və bədənlə, ona görə o anda hissləmir. Həzrət Əli Əfəndimiz də namaza o şəkildə daldığı üçün, yəni xuşu sahibi olduğu üçün, xuşu ilə qıldığı üçün o ayağındakı oxu çıxartdıqlarının ağrısına hissləməmiş. Hətta birisi namaz qılarkən köhnə bir məslin bir tərəfi lağıltı ilə, gürültü ilə çökür, hissləmirlər. Yəni namazdakı hissləmir abi. Qutarından sonra deyir ki, bir tıqqıltı gəlirdi, nə edir, nə səs edir. Deyir, Allah sənə iyiliyi verir, nə tıqqıltı, məslin parası çök deyil. Məscidin parası çökür, lağıltı ilə, gürültü ilə, onu tıqqıltı istəyir. Biz də nə itirmişiksə namazda tapırıq. Əshab-ı kiramdan Übadə bin Samit radiyallahu anh nəql edir. İnsanlardan qaldırılacaq olan ilk elm, yəni hal, xuşudur. Böyük bir camiyə girib, xuşu üzərə olan tək bir şəxs belə görə bilməyəcəyin günlər yaxındır. Rəvatirmizi. Yəni, səhabə deyir abim. Əshab-ı kiramdan Übadə bin Samit radiyallahu anh. O günlər yaxındır deyir. 1400 yıl bunun əvvəl dediyi şey yaxındır deyir. İndi yaxın nədir? Keçmiş. Adam namaz qılır, amma çeli bir çelantaynadır. Orasını qaşıyır, burasını qaşıyır, saqqalını cəldir, neç dəfə. Olmaz yəni. Xuşu, Allah Rəsul deyir ki, xuşu sahibi olsaydı, saqqalına oynamazdı deyir. Belə olmaz yəni. Allah Rəsul adam namaz qılanda saqqalına oynadığını görür, deyir, xuşu sahibi olsaydı, saqqalına oynamaz. Yəni, digər üzvlər də elə. Əməl kəsir deyilən bir şey var, çox əməl. Bir dəfə qaçdın, bir əməl. İki dəfə qaçdın, iki əməl. 3,
artıq namaz pozulmuşdur. Fiqhən namaz pozulmuşdur. Əməl kəsir, namazı pozur. Ona görə diqqətli olmaq lazım. Görüldüyü kimi, namazda bədənin qibləsini Kəbəyə, qəlbin qibləsini Allaha təvcih edib, Allaha yönəldib, könül və bədən ahəngini təmin etmək demək olan xuşu bir elm olaraq ifadə edilmişdir. Yəni, xuşu bir elm olaraq ifadə edilir. Ən bətər xəstəlik. Rivayətə görə İsa aleyhissalam bir gün təni, yəni bədəni alacalı və 2 şaqağı köhmüş, yəni orduna yapışmış, xəstə bir adama rast gəldi. O şəxs üzərindəki xəstəliklərdən sanki xəbərsiz bir halda öz-özünə belə şükr edirdi. Ya Rabbi, sənə sonsuz həmd-ü sənalar olsun ki, insanların bir çoxunu müftala qıldığın dərddən məni xilas eylədin. Burada bir haşiyə çıxaq, qardaşlar. Xəstə olan kimsə, nə var, nə yox, necəsən deyəndə şükür Allaha demək olmaz. Elhamdülillah deməsi lazım. Çünki Allah Teala Quranda buyurur ki, "Ləin şəkərtum ləəzidənnəkum." Şükrləyərsə nemətimi artırıram. Şükrləyərsə artırıram deyir. Ləəzidənnəkum. Yəni xəstəliyə şükrləyərsənsə xəstəlik artar. Ona görə elhamdülillah. Elhamdülillah. Bax burada nə deyir? Ya Rabbi, sənə sonsuz həmd-ü sənalar olsun. Həmd-ü sənalar olsun. Demir şükür Allah. Sənə sonsuz həmd-ü sənalar. Bu ince nöqtəni unutmamaq lazımdır. Xəstə olanda nə var, nə yox? Şükür Allah. Yox. Deməyəcəksən. Elhamdülillah. Elhamdülillah. Deyəcəyik. Bu xəstə də o şəkildə deyir. İsa aleyhissalam imanının dərəcəsini ölçmək məqsədilə ona belə soruşdu. Ey Allahın qulu, Cənab-ı Allahın sənə vermədiyi hansı dərd qalmış ki? Xəstə belə cavab verdi. Ey ruhullah, yəni Allahın ruhu. Ən faciəli xəstəlik və bəla qəlbin haqdan qafil və məhrum olmasıdır. Ən böyük bəla, ən böyük xəstəlik qəlbin Allahdan qafil, məhrum qalması. Allahdan qafil olmaq. Ən böyük bəla, xəstəlik odur, müsibət odur. Şükürlər olsun ki, mən Cənab-ı Haqq ilə bərabər olmanın zövq, hüzur və itminanı içindəyəm. Bax, burada nədir? Şükürlər olsun ki, mən Cənab-ı Haqq ilə bərabər olmanın zövq, hüzur və itminanı içindəyəm. Allahla bərabər olmaq barəsində olan halına şükür deyir. Xəstəlik halına elhamdülillah deyir. Qəlbim o qədər Cənab-ı Haqq ilə bərabər ki, üzərimdəki bu yaralardan, xəstəliklərdən sanki xəbərim belə yox. Elm, irfan, məsuliyyəti. Könlü əhya edən bilgi insana səadət bəxş edər. Dost olur, fəqət sadəcə tən planında sərmayə olan bilgi isə yük kəsilir, vəbalı və hesabı altında pərişan edər. İnsana qiymət verən elm, irfana dönüşən elmdir. Yəni, bildiyi yaşayırsansa o elmdir, o irfandır yəni. Bildiyi yaşayırsansa, öyrəndiyi yaşayırsansa o artıq irfan halına gəlmir. Qəlbə sinən, qopan və oradan davranışlara dönüşən elmdir. Yoxsa qəlbdən nəşət etməyib, qəlbdən çıxmayıb. Sadəcə zahirdə təqlid yaxud riya ilə görünən davranışlar da insana qiymət qazandırmaz, hətta vəbal yükləyər. Yəni, zahirən namaz qılırsan, amma namazdan qafilsən. O, nə olur? Fəvəylül lil musallin olur. O kimsələrə veyillər olsun ki, əlləzinəhum ansarətihim səhvən. Onlar namazlarından xəbərdar deyirlər, yəni. Qafildirlər. Elm könlə sinməli, oradan davranışlara enməlidir. Elm könlə hoppalıdır. Oradan davranışlara. Elm vəhi ilə bir ahəng təşkil etməlidir. Elm vəhi ilə bir ahəng təşkil etməlidir. Ağıl zəruridir, amma insanda ancaq ağlın sərhədli olduğunu anlayacaq qədər idrak olmalıdır. Ağıl zəruridir. Yəni, insan ağıllı olmalı ki, namaz ona fərz olsun. Və yaxud oruç fərz olsun, digər ibadətlər həmçinin. Amma insanda ancaq ağlın məhdud olduğunu anlayacaq qədər idrak olmalıdır. Yəni, İmam Qazali rəhmətullahi aleyh olması lazım. Deyir ki,
axlımı çəkdim deyir, tarıma qırılacaq hala gəldi. Yəni, axıl məhduddur, yəni sərhədlidir. Çünki məxluqdur, sonradan yaradılmış. Ağıl iki tərəfi kəskin bir bıçaq kimidir. Yəni, məqsədinin xaricində yanlış və zərərli bir şəkildə işlədilməyə də müsaitdir. Aqil olana ağlını bu xüsus xətadan qoruyacaq bir idrak gərəklidir. Cinayət işləyənlər axmaq adamlar deyil, ağıllı, yəni dəli deyirlər, yəni. Cinayət işləyən insanlar görürsən ki, səndən məndən axıllıdırlar. Və yaxud da hüquq fakültəsi məzunudur. Ədaləti yerinə gətirmək əvəzinə bu səfər elə eləyir ki, haqlını haqsız çıxardır, haqsızı haqlı çıxardır, ən böyük cinayət işləyir. Yəni. Amma idrak lazım ona. Yəni, ağıl kifayət eləmir. Vəhyin nurunu ora salmaq lazım üstünə. Ağıl iki tərəfi kəskin bir bıçaq kimidir. Yəni, məqsədinin xaricində yanlış və zərərli bir şəkildə işlədilməyə də müsaitdir. Aqil olana, ağıllı olana, ağlını bu xətadan qoruyacaq bir idrak gərəklidir. Sirri və hikməti əldə edə bilmək üçün ağlı vəhyin içində işlətmək əlzəmdir, vacibdir. Həzrəti Mevlana Resulullah sallallahu aleyhi ve sellem Efendimizin ağlına və əxlaqına heyran olaraq böyük bir şövq ilə ağıl Mustafa'ya qurban olsun buyurur. Ağıl sınırlıdır, yəni məhduddur. Çünki o da yaradılmışdır. Ağıl yanılır, çaşır. Ağıl Allahın təqdir və lütf etdiyi ipucları və dəlillər ilə ağl edər, bir hökmə varır, hökmə çatar. İnsana amadə qılınmış, yəni insan əmrinə verilmiş varlıq üzərində təfəkkür, müşahidə və təcrübələri ilə ayrıca əsrlərdir davam edən insan düşüncəsinin birikimini topladığını da işlədərək kəşiflər, icadlar və təhlillər edər. Yəni, insanlar ağıllarını işlədərək nə qarırlar? Laboratoriyada müəyyən təcrübələr aparırlar, kəşflər edirlər. Fəqət heç bir məlumatının, heç bir dəlilinin olmadığı sahədə ağıl qaranlıqlar içində qalır və bir addım irəliləyə bilməz. Ruh, din, ölüm ötəsi və bənzəri mənəvi bəhslər ağlın tək başına halu fasıl edə biləcəyi sahələr deyildir. Bu sahədə ağıl deyil, nəqil, yəni vəhyin bildirdiyi ayət və hədislərin axtardığı məlumat vardır. Xatırlayırsınızsa, bir Cibril hədisi var idi, məşhur Cibril hədisi. Cəbrail aleyhissalam insanları yara-yara Peyğəmbər aleyhissalamın tam önünə qədər gəlir, dizini Allah Resulunun dizinə dayayır, əlini dizinin üstünə qoyur, iman nədir deyə soruşur. Allah Resulü da imanı şərtlərini, 6 şərt anladır. Doğru söylədir. Həm sual verir, həm də deyir ki, doğru söylədir. Bu səfər deyir, İslam nədir? Allah Resulü yenə İslamı şərtlərini, bu bildiyimiz İslamı şərtlərini 5 şərt anladır. Deyir, doğru söylədir. Yenə, yəni, səhabə heyrət edirlər ki, bu nətər olur? Həm sual verir, həm təsdiq edir. Üçüncü, ehsan nədir deyir. Ehsan. Ona ehsan hədisdə deyirlər. Allah Resulü deyir ki, ehsan Allahı görürmüşcəsinə ibadət etmək. Hər nə qədər sən onu görmürsənsə də, Allah səni görür. Yəni, Allah səni görür şuuru ilə namaz qılmaq daha bambaşqa olur. Allah səni görür. O şuurla namaz qılmaq insanı daha fərqli, rükûsunu, qiyamını, səcdəsini daha fərqli eləyir. Təheccüd namazında məsələn, Allah məni görür düşüncəsi daha yoğun olur. Çünki heç kəs yoxdur. Sən varsan, Allah var. Məsciddə kənarda birisi olur, tıqılsı ya, amma evdə elə deyil. Yəni, Allah var, sən varsan. Təheccüddə. Arxasından qiyamət nə zaman qopacaq deyir. Deyir ki, soruşan, soruşulandan daha çox bilgiyə sahib deyil. O zaman əlamətlərin deyir. O da əlamətlərin sahib. Ruh haqqında Resulullah s.ə.v-dən soruşurlar. Allah Resulü cavab vermir, ayət gəlir. Yəsəlünükə anir ruh, səndən ruh haqqında soruşurlar.
Qul ruh min əmri Rabbi. Ruh Rəbbimin əmrindədir. Yəni, ruh haqqında Peyğəmbər Əleyhisselatü Vesselam'a belə bilgi verilməmiş. Yəni, ağıl bəzi yerlərdə əlin dalın qoyur yer, təbiri caizsə. Bu sahədə ağıl deyil, nəqil, yəni vəhyin bildirdiyi, ayət və hədislərin axtardığı, çatdırdığı məlumat var. Ağıl dışı, ağıl xarici, ağıl üstü. Gözün bir görmə